Herkese salam. Bugün OTK-nın 5 oktyabr 2025-ci il tarixində keçirdiyi buraxılış fənləri üzrə sınav imtahanının 10-cu sinif riyaziyyat fənni üzrə test tapşırıqlarının izahına baxırıq. 31-ci sualdan başlayaq. Həsən, Yusif və Kamil 24 ədəd qələmi öz aralarında uyğun olaraq 1, 3, 2 nisbətindən böldülər. Yusifin qələmlərinin sayı Həsən qələmlərinin sayından neçədə çox olar? Həsəndə K qədər, Yusifdə 3K, Kamildə 2K qədər qələm var. K üstəgəl 3K üstəgəl 2K bərabərdir 24. 6K bərabərdir 24. K-nı 4 tapdıq. O zaman Həsənin K qədər 4. Yusifin 3K 3 vur 4 12. Kamilin 2K 2 vur 4 8 qələmi var. Deyir, Yusifin qələmlərinin sayı Həsən qələmlərinin sayından neçə də çox olar? 12-dən çıxırıq 4-ü, cavab tapırıq 8. E variantı. 32-də deməli B çoxluğu M sayda elementi olan A çoxluğunun A çoxluğu olarsa doğru ifadələr müəyyən edin. Deyir ki, B çoxluğu A çoxluğunun A çoxluğudur və A çoxluğunun elementləri sayı M-ə bərabərdir. Yəni uşaqlar B çoxluğunun element sayını N ilə işarət etsək, o zaman B çoxluğunda olan elementlərin sayı A çoxluğunda olan elementlərin sayından kiçik və yaxud da bərabərdir. Baxaq ifadələrə. B çoxluğunun ən çoxu M çıxılsın 1 sayda elementi ola bilər. Bu yanlış olar. Ən çoxu M sayda elementi olur. A və B çoxluğunun birləşməsində olan elementlərin sayı M-ə bərabərdir. Və bu düzgündür. Əgər bir çoxluq digərinin az çoxluqdursa, həmin çoxluğun birləşməsi elementi böyük olana, elementi çox olana bərabərdir. Üçüncü olan təklifdə A-da olub B-də olmayan elementlərinin sayının ən kiçik qiyməti 0-a bərabərdir. Bəli, bu da düzgündür. Əgər verilmiş çoxluqlar bir-birlərinə bərabərdirsə, onların fərqi boş çoxluqdur. Bu zaman ən kiçik qiyməti 0-dır. 33-ə baxırıq. Deməli, A natural ədədi üçün verilmiş ifadənin qiymətinin tapılmasını istəyir. Uşaqlar, əgər bir ədəd digərinə bölünürsə, o zaman əbob bölənə, əkob bölünənə bərabərdir. 3A-nı A-ya bölə bilirəm. O zaman əbob bölən olan A-ya, əkobda baxaq, demək A və 5A-nın əkobu bölünənə 5A-ya bərabərdir. Məxrəcdə əbob A 2A verilib, bu zaman bölən olan A-ya bərabərdir. Yəni ifadənin qiymətini hesablayaq. A üstəgəl 5A, məxrəcdə A üstəgəl A-dır. Olur uşaqlar 6A bölünsün 2A, cavab olur 3A variantı. 34-də baxırıq. Deməli, A-nın hansı ən kiçik qiymətində verilmiş 5 rəqəmli ədəd 3-ə qalxısız bölünür? İlk öncə 5-ə bölünmə əlamətini yadımıza salsaq, verilmiş ədədin rəqəmləri cəmi 3-ə bölünməlidir. Yəni, A üstəgəl 3, üstəgəl A, üstəgəl 7, üstəgəl 5. Olur uşaqlar 2A üstəgəl 15. Mən burada A-ya ancaq rəqəmlər qoya bilərəm. Amma fikir versəz, mən A-nın yerinə 0 yaza bilmirəm. Çünki 0-dan başlayan bir ədəd yoxdur. Mən A-ya minimum olaraq 1-dən başlayıb qiymətləri qoyaq. Görək hansı qiymətində 3-ə bölünəcək. 1 qoysaq 2 vur 1 üstəgəl 15. Oldu 17. Ödənmədi. 17 3-ə bölünmür. A bərabərdir 2. 2 vur 2 üstəgəl 15. 19. 19 3-ə bölünmür. 2 də getdi. A bərabərdir 3 qoysaq 2 vur 3 üstəgəl 15. Olur 21. Bəli, 21 3-ə bölünür. Ən kiçik qiymət nədir? 3 E variantı. 35-ə baxaq. Deməli, dərəcə ölçüləri tam ədədlərlə ifadə olunan alfa və beta bucaqları uyğun tərəfləri perpendikulyar olan bucaqlar olarsa, beta bölünsün alfa nisbətinin ən böyük qiymətini tapın. Uşaqlar, uyğun tərəfləri perpendikulyar olan bucaqlar ya bir-birlərinə bərabərdir və yaxud da cəmləri 180 dərəcəyə bərabərdir. Əgər bunlar bir-birlərinə bərabərdirsə, o zaman nisbəti 1-ə bərabər olacaq və bu nisbətin aldığı ən kiçik qiymətdir. Bizə deyir ki, nisbətinin ən böyük qiymətini tapın. Nisbətin ən böyük qiyməti olması üçün biz surətə maksimal qiymət verməliyik, məxrəcə minimal qiymət verməliyik. Mən məxrəcə minimum olaraq 1 yaza bilirəm. 1-nin üzərinə 179 gələndə 180 dərəcə eləyir. Bet oldu 179. 179 da 1-ə böləndə 179 eləyir, olur A variantı. 36-ya baxırıq. Deyir ki, kəmiyyət A kvadrat ilə düz mütənasib, B ilə tərs mütənasibdir. A-nı 4 dəfə artırıb, B-ni 2 dəfə azaltdıqda həmin kəmiyyətin qiyməti necə dəyişir? Deməli, ifadə yazaq C bərabərdir A-nın kvadratı bölünsün B. Şöyle burada A-nı artıranda C artır, amma B-ni artıranda C azalır. Bizə deyir ki, A-nı 4 dəfə artırdıqda
O zaman uşaqlar C A-nın kvadratı dəfə artacaq. Yəni 4-ün kvadratı 16 dəfə artacaq. B-ni 2 dəfə azaltdıqda, B-ni 2 dəfə azaltdıqda C 2 dəfə artacaq. Ümumilikdə uşaqlar C 32 dəfə artır olacaq. Oldu E variantı. 37-yə baxırıq. A və B düz xətlərə bir-birlərinə paraleldir. C kəsəndir. Alfa bərabərdir 3 beta. Alfanın yerinə 3 beta yaza bilərəm. Və qarşılıqlı olan bucaqlar bir-birlərinə bərabərdir. Bu da oldu 3 beta. Şöyle 3 beta və beta daxili bir tərəfli bucaqlardır. Yəni dərəcə ölçüləri cəmi 180 dərəcəyə bərabərdir. 3 beta üstə gəlib beta olur 4 beta bərabər 180 dərəcə. Betanı tapdıq 45. Bizdən alfanı istəyir. Alfa bərabərdir 3 beta. Yəni 3 vur 45 cavab olur 135 dərəcə. E variantı. 38-ə baxırıq. A və B düz xətləri bir-birlərinə paralel. Alfa bərabərdir. Gəlin 5K yazaq. Beta bərabərdir 7K yazaq. Uşaqlar alfa və betanın dərəcə ölçüsü cəmi 180 dərəcə bərabərdir. 5K üstə gəl 7K bərabərdir 180 dərəcə. 12K bərabərdir 180. K-nı tapırıq 15. O zaman alfa bərabərdir 5K 5 vur 15 75. Beta bərabərdir 7K 7 vur 15 105. Bizdən beta çıxılsın alfa fərqini istəyir. Yəni 105-dən 75 çıxırıq. Cavab tapırıq 30. A variantı. 39-a baxırıq. Deməli A, B və C müsbət ədədləri üçün 4A bərabərdir 5B bərabərdir 6C olarsa bu ədədlər müqayisə edin. Biz həm 4-ə, həm 5-ə, həm 6-ya bölünən ədədə tapaq, yəni əkop tapaq. 4-ə, 5-ə, 6-ya əkop 60-dır. 60-ı 4-ə böləndə A-nı tapırıq 15, 60-ı 5-ə böləndə B-ni tapırıq 12, 60-ı 6-ya böləndə C-ni tapırıq 10. A-nı, B-ni, C-ni müqayisə etsək, uşaqlar C kiçikdir, B-dən kiçikdir A-dan. Cavab oldu A variantı. 40-a baxırıq. Deməli, A və B bir-birlərinə paraleldir. Alfa 130 dərəcədir, beta 150 dərəcədir. Bizdən x-in tapılmasını istəyir. Uşaqlar, fikir versəz, mən bunu qaydada yazdırmışdım ki, bu karandaş ucuna bənzəyir. Yəni, daxil olan bucaqların dərəcə ölçüsü cəmi alfa üstə gəl, beta üstə gəl, x bərabərdir 360 dərəcə. 130 üstə gəl, 150 üstə gəl, x bərabərdir 360 dərəcə. 280 üstə gəl, x bərabərdir 360 dərəcə. X tapırıq 80 dərəcə oldu B. 41-ə baxırıq. Deyir ki, M ədədi N ədədinin hansı hissəsini təşkil edir? Yəni, uşaqlar, bizdən M bölünsün N nisbətini istəyir. Gəlin, M-i, N-i ayrılıqcıda tapaq. AB üstü xəttin açılışı uşaqlar 10A üstə gəl B-dir. BA üstü xəttin açılışı isə 10B üstə gəl A-dır. Burada uşaqlar 10A üstə gəl A 11A. B üstə gəl 11B olur. B üstə gəl 10B cəm olur 11B. 11-in mürtəzə xərcini çıxarsaq A plus B olur. N bərabərdir A xəttinin üstünün açışı 100A üstə gəl 10A üstə gəl A. Deməli, bu ifadənin açışı 100B üstə gəl 10B üstə gəl B-dir. Burada uşaqlar A-lar bir toplasaq 111A üstə gəl B-lər bir toplasaq 111B. Burada da 111-in mürtəzə xərcini çıxarsaq A üstə gəl B-ni istəyir. Deməli, M-in yerinə yazıram 11 vurulsun A üstə gəl B. N-in yerinə yazıram 111 vurulsun A üstə gəl B. Burada A üstə gəl B-lər ixtisar getdi. Qaldı 111-də 11. C variantı. 42-yə baxırıq. Deyir, bölünəni 12 dəfə artırdıqda böləni necə dəyişmək lazımdır ki, qismət 3 dəfə azalsın. Gəlin, özümüzdən bir bölmə əməli yazaq. 6 bölünsün 2 bərabər 3. Burada 6 bölünən 2 bölən 3 qismətdir. Deyir, bölünəni 12 dəfə artır. Olacaq uşaqlar 72. Deyir, bölənini necə dəyişmək lazımdır ki, qismət, yəni 3 dəfə azalsın. 3 dəfə azaldanda oldu 1. Biz 72-ni uşaqlar 72-yə böləndə 1 alırıq. Verilmiş bölən 2-dən 72-yə qalxdı. Yəni 36 dəfə artırmaq lazımdır. Oldu A variantı. 43-cü uşaqlar, yəni bu cəmi bir x-nə işarə etsək, x bərabərdir 4-də 5 üstə gəl, 5-də 6 üstə gəl, 6-da 7. A bərabərdir 4-də 1 üstə gəl, 5-də 1 üstə gəl, 6-da 1.
Gəlin uşaqlar bunları tərəf-tərəfə çıxaq. X çıxılsın A bərabərdir. 4-də 5-dən 4-də 1 çıxanda 4-də 4, o da 1-ə bərabərdir. 5-də 6-dan 5-də 1 çıxanda uşaqlar 5-də 5, o da 1-ə bərabərdir. 6-da 7-dən 6-da 1 çıxanda 6-da 6, o da 1-ə bərabərdir. X çıxılsın A, 1 üstə gəl 1 üstə gəl 1 cəmi 3-ə bərabərdir. X da bərabərdir. A-nın bərabərliyin sağ tərəfinə keçirsək, işarəsi dəyişəcək. Olacaq müsbət A üstə gəl 3 oldu C variantı. 44-də baxırıq. Deməli, hər mərtəbəsində 4 mənzil olan 15 mərtəbəli binada. Deməli, əgər bir mərtəbəsində 4 mənzil varsa, 15 mərtəbəsində 15 vurulsun 4, 60 mənzil var. Deyir ki, diaqrama əsasən 2 otaqlı mənzillərin sayını tapın. Diaqramda 3 otaqlı 30%dir, 1 otaqlı 30%dir. Deməli, 100%-dən çıxacam 30%-lərin cəmi. Uşaqlar, bu da olacaq 40%. Deməli, biz burada 60-ın 40%-ni tapırıq. Yəni, 60-ı 40-a vurub 100-ə bölürük. Olur 24 2 otaqlı mənzillərin sayı. 45-ə baxaq. 45-də deyir ki, natural ədədin 2 sadə böləni və 6 sadə vuruğu olarsa, bu ədədin ən çoxu neçə natural bölən ola bilər? 2 sadə bölən deyirsə, uşaqlar, sadə bölən sayı müxtəlif sadə vuruqların sayına bərabərdir. Özümdən 2 dənə müxtəlif sadə vuruq götürürəm. Məsələn, deyirəm 2, 3. Siz istəsəz 3, 5, 5, 7 yaza bilərsiniz. Sadə vuruq sayısı, uşaqlar, verilmiş qüvvətlərin cəmidir. M üstə gəl N bərabər olsun nə? 6-ya. Gəlin qiymət qoyub 1-in üzərinə 5 gələndə 6 eləyir, 2-nin üzərinə 4 gələndə 6 eləyir və 3-ün üzərinə 3 gələndə 6 eləyir. İndi natural bölənlərin sayına baxaq. 2 üstü 1 vurulsun 3 üstü 5. Natural bölən say uşaqlar hər bir qüvvəti 1 vahid artırıb hasilini tapırıq. Oldu. 2 vur 6, 12. Daha sonra 2 üstü 2, 3 üstü 4. Hər bir qüvvəti 1 vahid artıraq. Oldu uşaqlar. 3 vur 5, 15. Sonra 2 üstü 3, 3 üstü 3. Hər bir qüvvəti 1 vahid artıraq. Oldu 4 vur 4, 16. Bizi uşaqlar hasilin aldığı ən böyük qiymət, baxın, 16-dır. Baxırıq. AOB bucağı açıq bucaqdır, yəni 180 dərəcəli bucaqdır. AOD-nin COD-yə nisbəti 4, 1. Yəni uşaqlar AOD-yə bir 4K deyək. COD-yə bir K deyək. Daha sonra COY-nin BOY-yə nisbəti 1, 4 olarsa, COY olsun M, BOY olsun 4M. Uşaqlar, bunların bütün dərəcə ölçüləri cəmi 180 dərəcə bərabər 4K üstə gəl K, üstə gəl M, üstə gəl 4M bərabər 180 dərəcə. 5K üstə gəl 5M bərabərdir 180 dərəcə. 5-in mürtəzə xaricini çıxarsaq, K üstə gəl M bərabərdir 180 dərəcə. K üstə gəl M bərabərdir 180-i 5-ə böləndə cavab tapırıq 36. Bizdən DOY-ni istəyir. Yəni, K üstə gəl M cəmi, o da 36-ya bərabərdir. 47-yə baxırıq. A və B çoxluqları üçün B-A-nın A çoxluğudur. Gəlin baxaq. Bu B çoxluğudur, bu A çoxluğudur. B çoxluğunda olan element sayı 8-ə bərabərdir. Birləşməsində olan elementlərin sayı 14-ə bərabərdir. Şöyle biz birləşmə deyəndə, bax, bunun bütün hamısını götürürəm. Deməli, əgər B çoxluğunda 8 element varsa, A-da olub B-də olmayan elementlərin sayı 6 ilə işarə etməliyik ki, 8-in 6-nın cəmi 14 olsun. Bizdən elə A çoxluğunda olub B çoxluğunda olmayan elementlərin sayını soruşur. O da 6-ya bərabərdir. 48-ə baxırıq. Deməli, bizə A-nın B-nin gəlin ilk öncə qiymətini hesablayaq. A bərabərdir 5 üzərinə gəlinsin 1 tam 9-da 7. Bu da olur 6 tam 9-da 7. B bərabərdir 6 tam. Bunun yerinə yazıram 9-da 1 üzərinə gəlinsin 3-də 2. Orta məxrəcə gətirsə 6-dan 9-da 1 üzərinə gəlinsin 9-da 6 olur 6 tam 9-da 7. Fikir verin, A və B bir-birlərinə bərabər oldu. O zaman uşaqlar, onların nisbəti 1-ə bərabərdir. Burada A ilə B ixtisar getdi 1 oldu. 2 vur 1 üzərinə gəlsin 3 oldu 5 tapdıq.
49-a baxaq. AOB açıqbucaqdır, yəni dərəcə ölçüsü 180 dərəcədir. Sonra deyir ki, uşaqlar, OY AOC-ni bucağının tənböləndir. Tənbölən verilmiş bucağı yaraya bölür. X, X. Daha sonra deyir ki, OF şurası BOD-nin tənböləndir. Yəni, mən bura Y desəm, burada Y-dir. Sonra deyir ki, COD bucağının dərəcə ölçüsü 50 dərəcədir. Bütün hamısının cəmi 180 dərəcə bərabər olmalıdır. X üstəgəl X üstəgəl 50 üstəgəl Y üstəgəl Y bərabər 180 dərəcə. 2x üstəgəl 2y üstəgəl 50 bərabərdir 180 dərəcə. 2x üstəgəl 2y bərabərdir 130 dərəcə. 2-ni mötərizə xaricdən çıxartsaq, x üstəgəl y bərabərdir 130, x üstəgəl y bərabərdir 65. Bizə deyir ki, YOF bucağının dərəcə ölçüsünü tapın. Deməli, bizə baxın, buranı istəyir. Yəni, x üstəgəl y üstəgəl 50. Mən də bayaqları fikir verin, x plus y cəmin 65 tapdım. 65-in üzərində 50 gələndə cavab oldu 115 dərəcə. 50-yə baxaq. Deməli, AB ilə D bir-birinə paraleldir. ABC bucağının BCD bucağına nisbəti 2-nin 3-ədir. Yəni, mən B bucağına 2K desəm, C bucağına 3K deyəcəm və CDY bucağının dərəcə ölçüsü 120-dir. Bizdən BCD-ni istəyir. Yəni, 3K-nın qiymətini istəyir. Yəni, uşaqlar, bunu düz xətt uzadaq. Uşaqlar, fikir verin, burada bir 3 bucaq əməl gəldi. 3 bucağın 2 daxili bucağının cəmi ona qonşu olmayan xarici bucağına bərabərdir. Yəni, bu hissə oldu 5K. 5K ilə 120 uyğun bucaqlardır. Uyğun bucaqlar da bir-birlərinə bərabərdir. 5K bərabərdir 120, K-nı tapırıq 24. O zaman 3K-nın qiyməti 3 vurur 24 oldu 72. 51-ə baxaq. Uzunluğu A olan parça 1, 2, 3 nisbətində 3 hissəyə ayrılmışdır. Birinci hissənin ortası ilə üçüncü hissənin ortası arasındakı məsafəni A ilə ifadə edin. Deməli, bir parça var. Uzunluğu A-dır. 1, yəni K, 2K, 3K ilə işarə etsək. Bunun bütöv qiyməti uşaqlar A-ya bərabər, yəni K üstəgəl 2K üstəgəl 3K bərabərdir A-ya. 6K bərabərdir A-ya. K-nı tapır uşaqlar. A bölünsün 6. Bizə deyir, birinci hissənin ortası ilə üçüncü hissənin ortası. Baxın, bu məsafəni istəyir. K-nın yarısı K bölü 2, 3K-nın yarısı uşaqlar 3K bölünsün 2, 3K bölünsün 2 olaraq 2 hissəyə ayrıldı. Bizdən K bölünsün 2 üstəgəl 2K üstəgəl 3K bölünsün 2-ni istəyir. K bölü 2 üstəgəl 3K bölünsün 2 olur 2-də 4K üstəgəl 2K. 4K-nı 2-yə böləndə 2K eləyir. 2K üstəgəl 2K oldu 4K. Bax, biz bu 4K-nı A ilə ifadə etməliyik. Gəlin, bax, bu K-nın yerinə A bölünsün 6-ını yazaq. 4 vurulsun, A bölünsün 6. 4 ilə 6 ixtisar gedir. Hər ikisi 2-yə bölünür. 2, 2-yə böldü 3. Oldu uşaqlar. 3-də 2, A. 52-yə baxaq. Deməli, A və B natural ədədlər üçün 3A bərabərdir 8B və əbov və əkobunun cəmi bərabərdir. A üstəgəl B üstəgəl 56 olarsa, AB hasilini tapın. Uşaqlar, burada mən A-nı 8K ilə ifadə edirəm. B-ni 3K ilə ifadə edirəm. Deməli, A 8K, B 3K. Gəlin, qiymətlərin yazaq yerinə. Uşaqlar, 8K və 3K-nın əbobu, biz əbob tapanda ortaq vuruqları tapırıq. Hər ikisinin ortaq vuruq K-dır. Deməli, 3K və 8K-nın əbobu K-ya. Əkobu isə uşaqlar, biz böyük olanı götürürdük, vururduq ortaq olmayan, yəni 3-ə vuracam, bərabərdir. 8K üstəgəl 3K üstəgəl 56. Oldu uşaqlar, K üstəgəl 24K bərabərdir. 8K üzərinə 3K gələndə olur 11K, üzərinə gəlsin 56. 25K bərabərdir 11K üzərinə gəlsin 56. 14K bərabərdir 56. K-nı tapdıq 4. O zaman uşaqlar, A bərabərdir 8K. 8 vur 4, 32. B bərabərdir 3K. 3 vur 4, 12. Bizdən 32 vurulsun 12 hasilini istəyir. O da olur 384. 53-ə baxırıq. Deməli, 24 nəfərlik sinifdə 8 nəfər həm musiqi, həm şahmat dərnəyində iştirak edir.
10 nəfər isə bu dərnəklərin heç birində iştirak etmir. Yalnız musiqi dərnəyində iştirak edənlərin sayı yalnız şahmat dərnəyində iştirak edənlərin sayından 2 dəfə çox olarsa, şahmat dərnəyində iştirak edən şagirdlərin sayını tapın. Yəni uşaqlar bunu Venn diaqramı ilə həll eləyək. Deyir, hər ikisinə gedən şagird sayı 8-dir. Həm musiqiyə gedir, həm şahmata gedir. 10 nəfər isə heç birinə getmir. Bizə maraqlı olan hər hansı bir dərnəyə gedənlərdir. 24-dən çıxaq 10-u, tapdıq 14 nəfər hər hansı bir dərnəyə gedir. Və deyir ki, yalnız musiqi dərnəyində iştirak edənlərin sayı, yalnız şahmat dərnəyində iştirak edənlərin sayından 2 dəfə çoxdur. Yalnız musiqidə iştirak edənlərin sayını baxın buraya yazırıq. Yalnız şahmata gedənlərin sayını bu hissəyə yazırıq. Şahmata x desək, musiqi ona 2 dəfə çox 2x. Və uşaqlar 2x, 8 və x-in cəmi 14-ə bərabər olmalıdır. Bu cəm uşaqlar 3x üstə gəl 8 bərabərdir 14, 3x bərabərdir 6x, tapdıq 2. Yalnız şahmata gedən 2 nəfərdir, yalnız musiqiyə gedən 4 nəfərdir. Bizdən şərtdə deyir ki, şahmat dərnəyində iştirak edən şagirdlərin sayını tapın. Yəni biz baxın bu hissəni tapırıq. 8 üzərinə gəlsin 2, cavab oldu 10. 54-ə baxaq. Sinifdəki 25 şagirddən hər biri riyaziyyat və ya fizika dərnəklərindən yalnız birində iştirak edir. Riyaziyyat dərnəyində iştirak edən qızların sayı fizika dərnəyində iştirak edən şagirdlərin sayının 0,4 hissəsinə bərabər olarsa, fizika dərnəyində iştirak edən qızların sayı riyaziyyat fənnindən iştirak edən oğlanların sayından nə qədər çoxdur? Deməli, sinifdə ümumi şagirdlərin sayı 25-dir. 6 üstə gəl x üstə gəl y üstə gəl 5 bərabərdir 25. 6 üzərinə 5 gələndə 11, üzərinə gəlsin x üstə gəl y bərabərdir 25. X plus y cəmi uşaqlar biz 14 tapdıq. Və bizə deyir ki, riyaziyyat fənnindən iştirak edən qızların sayı, yəni 6 nəfər bərabərdir. Fizika dərnəyində iştirak edən şagirdlərin sayı y üstə gəl 5-in 14 hissəsini vurulsun 0,4. Uşaqlar y üstə gəl 5-i tapanda 6-nı bölək 0,4-ə. Y üstə gəl 5 bərabərdir uşaqlar tapırıq 15. Buradan y-in qiymət tapırıq 10. Əgər uşaqlar y 10-dursa, x 4-dür. Yəni riyaziyyat fənnindən iştirak edən oğlanların sayı 4-dür. Fizika fənninə dərnəyə gedən qızların sayı isə 10-dur. Bizdən y çıxılsın x fərqini istəyir. Yəni 10 çıxılsın 4, cavab tapdıq 6. 55-ci suala baxaq. Deməli, Həsən bir işi təklikdə 12 saata, Hüseyn həmin işi təklikdə 16 saata yerinə yetirir. Həsən və Hüseyn eyni anda işə başlayıb 4 saat işlədikdən sonra Həsən işi tərk edir. Qalan işi Hüseyn tək işləyərək bitirərsə, işin ümumilikdə nə qədər vaxtda yerinə yetirildiyini tapın. Deməli, Həsən bir işi 12 saata yerinə yetirir. Deyirəm ki, uşaqlar 1 saat ərzində işin 12-də 1 hissəsini yerinə yetirir. Hüseyn isə uşaqlar işi 16 saata yerinə yetirirsə, 1 saat ərzində 16-da 1 hissəsini yerinə yetirir. Bunlar deyir ki, eyni anda işə başlayıb və 4 saat işlədikdən sonra. Deməli, 4-ü vururuq, 12-də 1 üzərinə gəlsin, 16-da 1. 4 vurulsun, uşaqlar, 48-də 4 üzərinə gələk, 48-də 3. 4 vurulsun, 48-də 7. 4 və 48 ixtisar gedir, qalır 12. 12-də 7 uşaqlar görülən hissədir. İndi qalan hissə nədir? 1-dən çıxaq 12-də 7. Tapdıq, yerdə qalan iş 12-də 5. Deyir ki, Həsən işi tərk edir. Yəni, artıq Hüseyn görür işi. Hüseyn 1 saat ərzində işin 16-da 1 hissəsini yerinə yetirir. Deyirəm, görürsən, bu neçə saatda işin 12-də 5 hissəsini yerinə yetirəcək. Yəni, buradan x-i tapaq. Yəni, 12-də 5-i bölək 16-da 1-ə. Böləni uşaqlar, həmişə ikincinin tərsinə vururduq. 16-da 1-in tərsi 16. 12 və 16 hər ikisi 4-ə bölünür. 4, 4-ə bölünür 3. Cavab tapırıq 3-də 20. 6 tam 3-də 2. Bu Hüseynin ayrıca gördüyü işdir. Axı, bunlar əvvəlcə 4 saatda işləmişdilər. 4-ün üzərinə gəlirəm. 6 tam 3-də 2. Cavab olur 10 tam 3-də 2. Sağ olun uşaqlar. Gələn izahlarımızda görüşənə dək kanala abunə olub bəyənməyi unutmayın. Sağ olun.